Cənab Prezident, Mehriban xanım, mən Tural Əzizov, Kürdəmir rayonunun anadan olmuşam. Kürdəmir rayonunda rüşvətxorluq, korrupsiya, dələduzluq baş alıb gedir. Sizi rəhbər tutaraq riyaziyyat etmək istəyirəm ki, Kürdəmir rayonunda yoxlama aparılsınız. Siz deyirsiniz ki, vətəndaşlar, mənə siqnal verin. Mən də sizə müraciət etmək istəyirəm ki, yəni Kürdəmir rayonunda vəziyyət pisdir. Bununla bağlı bax, Şahbazovlar əskəriyə getməyiblər, vayinli bilet alıblar. Bunlardan icra hakimiyyətində işləyən də var, Kürdəmir rayonunda. Bir neçə gün bundan qabaq Şahbazovlar, biri Şəhruzun oğludur, bazarda obyektləri var, dükanları var, paltar dükanları var, qırqızıl dükanları var. Biri yağlama Mehdi'nin oğludur. Əskəriyə getməyiblər. Hamıdan sağlamdır bu Mehdi'nin oğlu. Niyə əskəriyə getmirlər? Kimin imkanı var, pulu var, qırqızılı var, obyektləri var, villalar var, Kürdəmir rayonuna getmirlər. Kürdəmir rayonunda əskəriyə gedənə kasıb-küsubdur, yetim yesirdir. Qızıl satan əskəriyə getmir Kürdəmir rayonunda. Vayinli bileti vaykomatdan alır. Baş həkimdən alır. Baş həkim Kürdəmir rayonunun 500-400 vayinli bilet peçat vurub, saxta peçat. Cənab Prezident, Mehriban xanım, Kamran Əliyev, müraciət etmək istəyirik sizə, müraciət etmək istəyirik. Kürdəmir rayonunun komissarlığını yoxlayasınız, vayinli biletlər satılıb. Yoxdur, vayinli biletləri gedirsən, kimin imkanı var, alır. Kimin imkanı yox, almır. Basırlar əskərliyə gedir. Belə şey olmaz, yoxlamaq lazımdır. Xahiş edirik, müraciət edirik sizə. Siz deyirsiniz ki, bizə siqnal verir, bizim xəbərimiz olmur. Yalandan saxta peçat vururlar hamısına. Bir neçəsi vayinli bilet alıb keyf edir. Deyir, Qarabağ Azərbaycandır, yalandan. Deyir, Qarabağ Azərbaycandır. Vayinli bilet alanlar da mısın? Ağ bilet verirlər, ağ bilet. Halbuki bu adamlar sağlamdır. 3 məyə boyutdadır. Kürdəmir rayonunda rüşvətxorluq, korrupsiya, dələduzluq baş alıb gedir. Cənab Prezident, Cənab İlham Əliyev, Mehriban xanım, Azərbaycan vitse-prezidenti Kamran Əliyev, Kürdəmir rayonunu yoxlayın. Bir neçə gündən bundan qabaq Şahbazovları saxlamışdılar. Şəhruzun oğlunu saxlamışdılar. Avtoşluğuna görə. Bunlar vayinli bileti